15 yaşlı arvadını evdə doğmağa məcbur etdi. Onu xəstəxanaya getməyə qoymadı. Çünki əgər 15 yaşlı arvadı xəstəxanaya getsəydi, o kişini həbs edərdilər. Özü həbsə düşməsin deyə qadını evdə təbii yolla doğmağa məcbur etdi və evdə baş tutan təbii doğuş ananın və uşağın ölümü ilə nəticələndi. Əslində o ana da elə uşaq idi. 15 yaşı var idi. Beləcə cəhalət və bir kişinin həbsdən qaçmaq arzusu iki uşağın ölümü ilə nəticələndi. Hadisə necə baş verir? Ölən qızı 14 yaşı olanda anası 27 yaşlı kişiyə nişanlayır və elə 14 yaşı olanda kişi bu qızı qaçırıb toy edir. Təbii ki, rəsmi nikah olmur, sadəcə el adəti ilə toy edirlər. 15 yaş olanda qız hamilə qalır, doğmaq üçün Bakıya anasının yanına gəlir və anasının məhkəmədə verdiyi ifadəyə görə kürəkəni icazə vermir ki, ana qızını xəstəxanaya aparsın. Ana da kürəkəninin qorxusundan qızını xəstəxanaya aparmır. Beləcə qız övladını təbii yolla evdə doğmağa məcbur qalır. Və nəticəsi də dediyim kimi ana və uşağın həyatını xilas etmək olmur. Buna görə həmin kişi 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilir.